Belə bir termin var, belə bir qayda var ki, Allah Taala bəzən bir məsələni izah eləmək üçün misal çəkir, misaldan istifadə edir. Hətta hədislərimizdə də var bu. Həmin misalın misalda çəkilən əşyanın ya hər bir şeyin xüsusiyyətlərini insan başa düşərsə, ona diqqət eləyərsə, mövzunun mahiyyətini dərk eləmiş olar. Məsələn, hunnə libasul ləkum və əntum libasul ləhunne. Kişi ilə qadına ki, Allah Taala buyurur, xanımlarınız sizin libasınızdır və siz də xanımlarınızın libasısınız. Burada Allah Taala misal olaraq libası gətirib. Biz diqqəti yönəltməliyik libasın xüsusiyyətlərinə ki, libasda nə xüsusiyyətlər var, o xüsusiyyətləri insan biləndən sonra başa düşür ki, deməli, ailədə ərlə arvadın arasında bu paltar misalı xüsusiyyətlər nədirsə, bunlar da orada icra olunur və məsələnin mahiyyətini başa düşmüş olur.